Salam, mən bugün sizə qan dövranı sistemi haqqında danışacağam. Qan dövranı sistemi yeni dərslik 8-ci sinif dərsliyinin 3-cü bölməsidir. Deməli, burada biz nələrdən tanış olacağıq? Gəlin baxaq, mövzu haqqında nələr var. Müxtəlif canlıların qan dövranı sistemi onların quruluşuna və həyat tərzinə uyğun olur. Onurğalılarda, o cümlədən insanda qapalı qan dövranı sistemi var. Biz bilməliyik ki, insanda qapalı qan damar sistemidir və qapalı qan damar sistemi olan canlılarda ürək və damarlardan təşkil olunub qan damar sistemi. Qan damarlar vasitəsilə hərəkət edir. Bu sistemdə qan ürək və damarlar vasitəsilə bədəndə dövr edir, qeyd etdiyim kimi. Əksər onurğasızlarda, məsələn həşəratlarda isə açıq qan dövranı sistemi olur. Bu sistemdə qan bədəndəki boşluqlara axır və orqanların arası ilə hərəkət edərək öz funksiyasını həyata keçirir. Deməli, buradan bunu anladıq ki, biz həşəratlarda açıq qan damar sistemidir. Və açıq qan damar sistemində qan bədəni boşluqlarına axır. İnsanda və digər onurğalılarda qana qırmızı rəng verən dəmir atomları var və bu hemoqlobin pigmenti ilə əlaqəlidir. Amma canlılar var ki, bəzi canlılar onların qanı qırmızı rəngdə yox, mavi, yaşıl, çəhrayı və başqa rənglərdə olur. Məsələn, 8 ayaqlıların qanı mavi rəngdədir. Kitabda da şəkli göstərilib 8 ayağın və bunun qanının mavi rəngdə olduğunu qeyd edib. Çünki deyir, onların qanında hemoqlobin əvəzinə homosianin var. Homosianin dəmir deyil, mis atomu olur və mis oksigenlə birləşəndə qana mavi rəng verir. Buradan aydınlıq gətirdik ki, insanda dəmir hemoqlobin olduğuna görə qan qırmızı rəngdədir, lakin 8 ayaqlarda mavi rəngdədir. Çünki onların qanında dəmir yox, mis atomları var və bu da mavi rəng verir qana. Heyvanlarda qan dövranı. Gəlin burada 2 şəkil verib onları müqayisə edək. Birinci şəkil çəyirtkə şəklidir. Çəyirtkə buğumayaqlılar tipindən həşəratlar sinifinə aiddir. İkinci şəkil isə həlqəvi qurdlar tipinə aid soxulcanın şəkli göstərilib. Burada qan damar sisteminə nəzər yetirsək görərik ki, həşəratın qan damar sistemi açıqdır. Yəni ürəkdən və damarlardan çıxır qan, bədən boşluğuna axır. Ancaq qapalı qan damar sistemi olan canlılarda, məsələn soxulcanda ürəkdən çıxan qan yalnız damarlarda hərəkət edir. Qan dövranı sistemi əksər çoxhüceyrəli heyvanlar üçün xarakterikdir. Bu sistem orqanizmin ehtiyac duyduğu maddələrin orqan və toxumalara çatdırılmasına, həmçinin parçalama məhsullarının oradan kənarlaşdırılmasına xidmət eləyir. Çünki tənəffüs zamanı canlılar əksərən oksigendən istifadə edir və karbon qazını ətraf mühitə xaric edir. Toxumalarda yaranan karbon qazı qan vasitəsilə tənəffüs orqanlarına gətirilir və orada da oksigenlə zənginləşdikdən sonra yenidən toxumalara qayıdır. Deməli, bu qanın funksiyasıdır. Qan dövranı sistemi qapalı və açıq olur. 2 qan dövranı sistemi var canlılarda, qapalı və açıq. Qapalı qan dövranında qan ürək və damarlarda hərəkət edir. Ürək əzələləri yığılaraq qanı arteriya damarları ilə bütün orqanizmə göndərir. Kapilyarlarda qan və hüceyrələr arasında maddələr və qazlar mübadiləsi baş verir. Sonra qan vena damarları ilə yenidən ürəyə qayıdır. Buradan aydın oldu ki, bizə ürəkdən çıxan damarlara biz arteriya damarları, ürəyə qayıdan damarlara isə vena damarları deyirik. Sonra qan vena damarları ilə yenidən ürəyə qayıdır, qeyd etdiyimiz kimi. Və həlqəvi qurdlar, başayaqlı mollyuskaların və onurğalıların qan dövranı qapalıdır. Deməli, həlqəvi qurdların, başayaqlı mollyuskalar və onurğalıların qan dövranı qapalıdır. Buğumayaqlılar, qarınayaqlı və ikitaylı mollyuskaların isə qan dövranı isə açıqdır.
Buğumayaqlılar, qarınayaqlı və iki taylı mollyuskalarda qan dövranı açıqdır. Açıq qan dövranında qan bədən boşluğu mayesi ilə qarışır. Burada şəkildə göstərildiyi kimi həşərat verilmişdir. Biz dedik ki, həmin həşəratın qan damar sistemi açıqdır. Yəni bədən boşluğuna qarışır. Açıq qan dövranında qanın hərəkət sürəti qapalı qan dövranı ilə müqayisədə zəifdir. Hemolimfa açıq qan dövranına sahib onurğasız heyvanlarda qan funksiyasını yerinə yetirən bir mayedir. Bu maye qanla müqayisədə rəngsiz və ya sarımtıl olur və tərkibində qırmızı qan hüceyrələri olmur. Lakin oksigen və qida maddələrinin daşınması, tullantıların kənarlandırılması kimi əsas funksiyalarını qanla eyni şəkildə yerinə yetirir. Həşəratlarda hemolimfa isə qazlar mübadiləsində iştirak etmir. Onlarda qazlar mübadiləsində traxeyalar iştirak edirlər və traxeyaların içərisi maye ilə doludur. İndi isə fəaliyyət hissəsinə buradakı şəkillərə diqqət yetirsək, burada bir neçə heyvan şəkli bizə verib və bu heyvanları açıq qan damar sisteminə və qapalı qan damar sisteminə görə biz qruplaşdırmalıyıq. Diqqətlə şəklə fikir versək görərik ki, burada bizə dovşan şəkli verib. Dovşanda qan damar sistemi ürək və damarlardan təşkil olunub. Və biz görərik ki, şəkildə ancaq qanın hərəkəti damarlarla ürək arasında gedir. Buna görə də bu qapalı qan damar sisteminə sahib heyvandır. Çay xərçəngində isə qan damarlarla bir hissəsi hərəkət etdikdən sonra bütün bədən boşluğuna yayılır və bu açıq qan damar sisteminə malikdir. Göyərçində də həmçinin dovşanda olduğu kimi qapalı qan damar sistemidir. Çünki göyərçinin də qanı damarlarla hərəkət edir. İlbiz isə mollyuskalar tipinə aid olan bir heyvandır və bunun qan damar sistemi açıqdır. Çünki burada qarınayaqlı mollyuskalar tipinə aid olan göl ilbizinin şəkli verilib. Balıq isə xordalılar tipinə aid olan bir heyvandır. Bunlarda xordalılar tipində qapalı qan damar sistemi olur. Balıqlar da ürək və damarlardan təşkil olunub qan damar sistemi. Soxulcan isə onurğasız heyvanlara aiddir. Deməli, buradan belə bir nəticəyə gəlirik ki, qapalı qan damar sistemi ancaq onurğalı heyvanlarda deyil, onurğasız heyvanlarda da olur. Məsələn, həlqəvi qurdularda, başı ayaqlı mollyuskalardan kalmarlarda qapalı qan dövranı olur. Həmçinin qan dövranına malik olmayan onurğasızlar da vardır ki, bunlarda qan damar sistemi yoxdur. Hörümçək özü də açıq qan damar sisteminə malikdir və buğumayaqlılar tipinin nümayəndəsidir. Deməli, burada qapalı qan damar sisteminə aid olan heyvanlar dovşan, göyərçin, balıq və suxulcandır. Açıq qan damar sisteminə aid olan heyvan isə çay xərçəngi, ilbiz və hörümçəkdir. Burada cədvəldə doldurub yerinə yaza bilərik. Həmçinin onu da qeyd edək ki, buradakı heyvanlardan dovşan və göyərçin sabit bədən temperaturuna malikdir. Digər heyvanlar isə ətraf mühit şəraitindən asılı olaraq bədən temperaturları dəyişir. Onurğalı heyvanların qan dövranı. Balıqlar, amfibilər, sürünənlər, quşlar və məməlilərdə qan dövranı qapalıdır. Qeyd etdik ki, onurğalıların bütün nümayəndələrində qapalı qan damar sistemidir. Balıqlarda bir qan dövranı, amfibilərdə, sürünənlər, quşlar və məməlilərdə iki qan dövranı olur. İki qan dövranına malik canlılarda tənəffüs orqanları ilə ürək arasında baş verən dövran ağciyər dövranı və yaxud biz buna kiçik qan dövranı da deyirik. Bədənin bütün orqanları ilə ürək arasında baş verən dövran isə böyük qan dövranı adlanır. Qanın hərəkət istiqaməti ürək, arteriya, kapilyar vena ardıcıllığına uyğundur böyük qan dövranında. Və burada bizə şəkil verilib. Şəkildə balıqların qan damar sisteminə aiddir. Balıqların ürəyi iki şöbəyə, iki kameraya ayrılır.
bir qulaqcıq və bir mədəcikdən ibarətdir. Şəkildə yuxarı hissədə qulaqcıq göstərilib, qulaqcıqdan isə qan mədəciyə tökülür. Sonra həmin qan əvvəlcə ürəyin qulaqcığına tökülüb, sonra mədəciyinə daxil olur ki, mədəcikdən də qarın aortası ilə ürəkdən çıxır və gəlir qəlsəmələrə. Qəlsəmələrdə arterial qana çevrilir, yəni oksigenlə zənginləşir qan və arterial qanın bir hissəsi başa, digər hissəsi isə bədənin digər orqanlarına gedir. Toxuma və hüceyrələrdə qazlar mübadiləsi getdikdən sonra oksigenlə zəngin olan qan toxumalarda artıq kapilyar damarlarda qazlar mübadiləsi getdikdən sonra karbon qazı ilə zənginləşmiş qana çevrilir ki, həmin qan da vena damarları ilə gəlir ürəyin qulaqcığına tökülür. Deməli, ürəkdən qarın aortası ilə çıxan qan vena damarı ilə qayıtdı. Lakin qarın aortası ilə çıxan damarda venoz qan oldu. Yəni, balıqların ürəyində venoz qan olur. Arterial qan yoxdur. Arterial qan yalnız başa və digər o bədənin orqanlarına gedir və qəlsəmələrdə oksigenlə zənginləşən arterial qan. Ürəkdə isə venoz qan olur. Sonra suda quruda yaşayanlarda, yəni amfibilərdə isə ağciyər amfibilərin yetkin fərdlərində ürək 3 kameralıdır, yəni 2 qulaqcıq və 1 mədəcikdən ibarətdir. Ürəyin sağ hissəsində hər qulaqcıq mədəciyə açılır və ürəyin sağ hissəsində, sağ qulaqcığında venoz qan, sol qulaqcığında isə arterial qan olur. Lakin mədəcikdə arterial və venoz qan qarışır. Arterial qan başa gedir, qarışıq qan bədənə, venoz qan isə ağciyərlərə və dəriyə aparılır. Çünki qurbağaların qanı ağciyərlərdən əlavə dəridə də oksigenlə zənginləşir. Sürünənlərdə isə, məsələn, kərtənkələlər, ilanlar və tısbağalarda ürək 2 qulaqcıq və 1 mədəcikdən ibarətdir. Yəni 3 kameralıdır. Mədəcikdə yarımçıq ara kəsmə olduğuna görə qan mədəcikdə qarışır. Timsahlarda isə ara kəsmə mədəciyi sağ və sol hissələrə böldüyü üçün ürək 4 kameralıdır. Deməli, buradan belə bir nəticəyə gəldik ki, sürünənlərdə 3 kameralı və 4 kameralı ürək var. Timsahlarda 4 kameralıdır, lakin sürünənlərin nümayəndəsi tısbağalarda, ilanlarda, kərtənkələlərdə isə ürək 3 kameralıdır. Ürəyin sol hissəsində arterial qan, sağ hissəsində isə, sağ qulaqcığında daha doğrusu, sağ qulaqcığında venoz qan olur. Lakin mədəcikdə bunlarda da yarımçıq ara kəsmə var və qan arterial qanla venoz qan mədəcikdə qarışır və bunların ürəyin mədəcik hissəsindən cüt aorta qövsü çıxır. Bu aorta qövsündən çıxan qanın arterial qan başa, venoz qan ağciyərlərə gedib oksigenlə zənginləşir, qarışıq qan isə bədənə yayılır. Deməli, həm amfibilərdə, həm sürünənlərdə qarışıq qan bədənə gedir, arterial qan başa, venoz qan isə ağciyərlərə gedərək orada oksigenlə zənginləşir. Quşlar və məməlilərdə ürək 4 kameralıdır hər ikisində və 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Yəni, artıq bunların ürəyi tam olaraq 2 qulaqcıq, sağ və sol hissələr ayrılıb və 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Ürəyin sol hissəsində arterial, sağ hissəsində isə venoz qan olur. Quşlarda ürəyin sol mədəciyindən yalnız sağ aorta qövsü, məməlilərdə isə yalnız sol aorta qövsü çıxır. Burada quşun ürəyinin şəkli də verilib, quşlarda və məməlilərdə və burada göstərilən ürəyin sağ hissəsində venoz qan, sağ qulaqcıq və sağ mədəciyində, sol qulaqcıq və sol mədəcikdə isə qırmızı ilə işarə olunan arterial qandır və ürəyin sağ mədəciyindən ağciyərlərə ağciyər arteriyası gedir. Sol mədəcikdən isə aorta ayrılır ki, sağ aorta qövsü quşlara aiddir. Sol aorta qövsü isə məməlilərə aiddir və burada aorta damarı ilə bədənə yayılaraq böyük qan dövranı başlayır. Kiçik qan dövranı isə sağ mədəcikdən başlayır, ağciyərlərə gedir və ağciyərlərdə oksigenlə zənginləşmiş qan ürəyin sol qulaqcığına tökülür.
Burada düşün, müzakirə et, paylaş hissəsində belə bir sual var. Sizcə qan dövranı sistemi olmayan bağırsaq boşluqlarda maddələrin daşınması necə baş verir? Biz bilirik ki, bağırsaq boşluqlar onurğasızlara aiddir və bu tipin heyvanlarında qan dövranı yoxdur. Və bunlarda qan dövranı olmadığı üçün maddələrin daşınması, hüceyrələrə və hüceyrələrdən xaricə daşınması diffuziya və osmoz prosesləri zamanı. İndi bu şəkilləri biz ümumiləşdirsək, buradan belə bir nəticəyə gəlirik ki, balıqlar xordallar tipinə, yəni onurğalılar heyvanlara aiddir. Onların ürəyində yalnız bir növ venoz qan olur. Bədənində isə iki növ qan dövr edir: arterial və venoz. Amfibilərin ürəyində 3 kameralıdır. Ürəyində 3 növ qan olur: arterial, venoz və qarışıq qan. Bədənində isə yenə 3 növ qan dövr edir: arterial qan başa getdi, bədənə qarışıq qan, ağciyərlərə isə venoz qan. Bədənində isə 3 növ qan oldu. Həm ürəyində, həm bədənində 3 növ qan var amfibilərin. Sürünənlərdən kərtənkələ, ilan və tısbağaların ürəyi 3 kameralıdır və ürəklərində 3 növ qan var: arterial, venoz və qarışıq qan. Bədənlərində də həmçinin arterial, venoz, qarışıq qan olur. Lakin sürünənlərin nümayəndəsi olan timsahda ürəyində tam ara kəsmə olduğuna görə bunların ürəyində 2 növ qan olur: arterial və venoz qan. Onlarda cüt aorta qövsü, ürəkdən çıxan cüt aorta qövsündə damarda qan qarışdığına görə yenidən bədənə qarışıq qan gedir. Başa arterial, ağciyərlərə isə venoz qan gedir. Bunların bədənində dövr edən qan növünün sayı 3-dür. Ürəyində olan qan növü isə 2-dir timsahlarda. Quşlarda və məməlilərdə ürək tam ara kəsmə ilə ayrıldı və bunlarda heç bir qan heç yerdə qarışmır. Bunun üçün də bu heyvanların ürəyində və bədənində dövr edən qanın növ sayı bərabərdir. Hər ikisində 2 növ ürəkdə qan olur: arterial və venoz qan. Bədənində isə 2 növ qan dövr edir: arterial və venoz qan dövr edir. Burada öyrəndiklərinizi tətbiq edin hissəsində belə bir cədvəl verib. Gəlin cədvələ baxaq. Burada deyir 2 qan dövranı var. Heyvanlar verib: qurbağa, balıq, it, kərtənkələ, timsah. Qeyd etdik ki, balıqlarda 1 qan dövranı var. Qurbağa, it, kərtənkələ və timsahda isə 2 qan dövranı var. Deməli, biz burada 2 qan dövranına qurbağanı aid edəcəyik. İti, kərtənkələni və timsahı aid edəcəyik. Balıqlarda isə 1 qan dövranıdır. Ürəyində 1 mədəcik var. Qurbağada 2 qulaqcıq 1 mədəcikdir. Balıqda 1 mədəcikdir, 1 qulaqcıqdır. İtdə 2 mədəcik, 2 qulaqcıqdır, yəni burada aid deyil it. Kərtənkələdə 1 mədəcikdir, doğrudur, bunu seçəcəyik. Timsahda isə 2 mədəcik var, aid deyil. Ürəyində 2 qulaqcıq olan heyvan. Qurbağada 2 qulaqcıqdır. Balıqda 1 qulaqcıq, 1 mədəcikdir, aid deyil. İtdə 2 qulaqcıqdır. Kərtənkələdə 2 qulaqcıq var. Timsahda isə həmçinin 2 qulaqcıq var. Ürəyində 2 mədəcik olanlar. Qurbağada 1 mədəcikdir, bu aid deyil. Balıqda 1 mədəcikdir. İtdə 2 mədəcikdir. Kərtənkələdə 1 mədəcik. Timsahda isə 2 mədəcik var. İndi isə gəlin öyrəndiklərinizi yoxlayın hissəsindəki bu tapşırığa baxaq. Deyir ki, qapalı və açıq qan dövranı arasında əsas fərqlər nədir? Biz qeyd etdik ki, qapalı qan damar sisteminə malik canlılarda qan yalnız damarlarla hərəkət edir. Qazlar mübadiləsi isə kapilyarlarda gedir. Açıq qan damar sisteminə malik olan canlılarda isə qanın bir hissəsi damarlarla, bir hissəsi isə bədən boşluğuna tökülərək davam edir. İkinci tapşırıqda verilmiş qan dövranı sxeminə əsasən düzgün ifadələri seçin. Burada bizə məməlilərə aid qan damar sistemi verilib.
Deməli, biz dedik ki, məməlilərin ürəyi 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Ürəyin sol hissəsində arterial qan, sağ hissəsində isə venoz qan olur. Və ürəkdən çıxan damar sol aorta qövsə əmələ gətirir. Burada birinci verib ki, deyir, məməlilərə aiddir. Biz baxaq şəkildə görərik ki, doğrudan da ürəkdən çıxan damar sol aorta qövsünü əmələ gətirib. Məməlilərə aiddir bu ürək. Birlə göstərilən, baxın, sol aorta qövsüdür. Sola tərəf böyük qan dövranına aiddir. Və burada deyir ki, bir rəqəmi ilə qeyd olunmuş damar sağ aorta qövsüdür. Bu yanlış fikirdir. Deməli, burada doğru olan fikir məməlilərə aiddir. Doğrudur. Bir rəqəmi ilə qeyd olunmuş damar sağ aorta qövsüdür. Bu səhv fikirdir. Çünki burada sol aorta qövsü verilib. 2 rəqəmi ilə qeyd olunmuş damarla venoz qan axır. Doğrudur. Çünki 2 rəqəmi ilə qeyd olunmuş damar ürəyin sağ mədəciyindən keçən ağciyər arteriyasıdır ki, arteriya damarı olsa da içərisində venoz qanı daşıyır və ürəkdən daşıyır ağciyərlərə. Deməli, bu doğru fikirdir. 3 rəqəmi ilə qeyd olunmuş damar ürəyin sağ mədəciyinə birləşir. 3 sağ mədəciyinə deyil, sol qulaqcığına gəlir, tökülür həmin damar. Çünki ağciyərdə zənginləşən arterial qanla zənginləşən qan gəlir ürəyin, tökülür deməli qulaqcığına. Deməli, bu fikir səhv fikirdir. Bu səhv fikirdir. 4 rəqəmi ilə böyük qan dövranına aid damarlar qeyd olunmuşdur. 4 rəqəmi ilə doğrudur, çünki ürəkdən aorta damarı çıxır, sol aorta qövsü və həmin sol aorta qövsü sonradan kiçik arteriyalara və arteriyalardan sonra kapilyarlara ayrılır və kapilyarlarda qazlar mübadiləsi gedir. Deməli, 4 hissəsinə verilən arteriya və venoz damarları böyük qan dövranına aiddir. Bu da doğru fikirdir. 5-ci, 5 rəqəmi ilə kiçik qan dövranına aid damarlar qeyd olunmuşdur. 5 rəqəmi ilə doğrudur, çünki ağciyər dövranı da biz buna deyirik. Ürəyin sağ mədəciyindən çıxan ağciyər arteriyaları gəlir ağciyərdə oksigenlə zənginləşir və ürəyin qayıdır sol qulaqcığına. Deməli, buradakı 5 ilə göstərilən də kiçik qan dövranına aid damarlardır. Bu da ifadə doğrudur. 3-cü tapşırıqda bizə uyğunluğu müəyyən edin deyir və burada bir qan dövranına və 2 qan dövranına aid fərqləri seçməliyik. Gəlin baxaq. Deməli, A variantında deyir ki, tənəffüs orqanında oksigenlə zənginləşən qan ürəyə qayıtmadan digər orqanlara daşınır. Biz bayaq qeyd etdik ki, balıqlarda 2 kameralı idi ürək və ürəkdə venoz qan olurdu. Venoz qan qarın arteriyası ilə, qarın aortası ilə gedirdi qəlsəmələrə, orada oksigenlə zənginləşirdi və ürəyə qayıtmadan başqa orqanlara, yəni başa və bədənin digər hissələrinə gedirdi. Artıq ürəyə qaydanda venoz qan ürəyə qaydırdı. Deməli, A variantı bizə bir qan dövranı olan balıqlara aiddir. Bunu qeyd edirik balıqlara. A-nı qeyd etdik balıqlara. Sonra 4 kameralı ürəyə malik heyvanlarda olur. 4 kameralı ürəyə malik heyvanlar timsah, sürünənlərdən timsahdadır. Məməlilər və quşlara aiddir ki, bu da 2 qan dövranı olur bu heyvanlarda. Deməli, B 2-yə uyğundur. C variantına baxaq, onurğalı heyvanlarda rast gəlinir. Həm bir qan dövranı, həm 2 qan dövranı onurğalı heyvanlarda rast gəlinir. C ikisinə də aiddir, yəni 3-cü damaya aiddir. 2 kameralı ürəyə malik heyvanlarda olur. 2 kameralı ürək balıqlara aiddir ki, bunlarda da bir qan dövranı olur. D
aiddir balıqlara. Ürəyinin mədəciyində tam arakəsmə olmayan heyvanlarda olur. Tam arakəsmə olmayan heyvanlar amfibilər və sürünənlərdir ki, bunlarda 2 qan dövranına aiddir. Yəni Y burada aiddir. Deməli, bir qan dövranına A və D variantları, 2 qan dövranına isə B, Y uyğun gəldi. C isə hər ikisi üçün orta